Yenə gəlib dayandıq Astanada. Yolun biri başa çatır, təzəsi başlayacaq. Bitən yol həmişə ayrılıqdır. Başlanan yol həmişə yeni görüşlər deməkdir. Ayrılıqdasa həmişə xəfif qüssə var. Bir insan olsun, ya sənə doğma olan yer-yurt, ya da elə başa çatan il. Xeyli müddət səninlə birgə olana alışırsan. O, həyatının bir parçasına çevrilir və gün gəlir ki, ayrılıq dəmi gəlib çatır. Bəlkə də sənə istəkli olan bir insandan, sənə məhrəm olan bir məkandan ayrılmaq, bitən ildən ayrılmaqdan daha asandır. Çünki ayrıldığın insanla ya məkanla yenidən görüşmək imkanın və ümidin həmişə var. Darıxdın, geri dönə bilərsən. Amma vaxt bir dəfə uçub gedən və geri qayıtmayan quş kimidir. Getdi mi, bir daha geri dönməz. Ancaq vaxtın insandan da, istənilən məkandan da üstün bir cəhəti var. Özü qayıtmasa da, sən ona doğru həmişə qayıda bilirsən. O heç vaxt itmir və zahirən bitən kimi görünsə də, əslində heç vaxt qurtarmır. Ömrünü bir ayrı şəkildə yaşamaqda davam edir. Dayan, dayan dedim dayan. Dayan, 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 zaman dayan. Dayan, dayan dedim dayan. Dayan, dayan, dayan. Yalvarırım dayan. Hicrana olmasın aman. Hicrana olmasın aman. ...2025-ci il tamamlanır. Ancaq kim qətiyyətlə söyləyə bilər ki, o il təqvimdən son vərəqin qopması ilə, ya ilin son ayının axırıncı gününün başa çatması ilə yekunlaşır. Yaddaş var axı. Hər bitən il tamamlanınca yeni ömrünü başlayır. Xatirələrdə yeni həyatını yaşayır. İl 365 gün idi. Gün-gün keçdi və bitdi. Lakin yaddaşdakı hər il, gerçəkdəki ildən qat-qat uzundur. Bəzən hər günü 1000 aya bərabər olacaq qədər uzun. İllər, 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 illər. İllər, 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 illər. Silinməz yaddaşımda sətir-sətir dillər. İllər, 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 illər. Silinməz yaddaşımda sətir-sətir dillər. Sevinç gətirdilər, kədər gətirdilər. Sevinç gətirdilər, kədər gətirdilər. İllər, 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 sevinç gətirdilər. İllər, 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 sevinç gətirdilər. ...2025-ci il hər birimizin və bütün Azərbaycanın yadında ən əziz illərdən biri kimi həmişə yaşayacaq. Bu il zəfərimizin 5-ci ilinin bayramı idi. 2025-ci ildə 5 il əvvəl qazandığımız möhtəşəm zəfərin təntənəsinin davamı kimi 10 illərcə köçkün həyatı sürmüş neçə yurttaşımızın nəhayət ki, acı həsrətlərdən sonra ata-baba torpağına qayıdaraq təzəcə tikilib istifadəyə verilmiş mənzilində axırıncı 30 ildən də artıq müddətdə ən rahat, ən şirin yuxusuna daldığı günlər oldu. ...2025 dünənədək əlçatmaz görünən neçə arzunun gerçəyə çevrildiyi, Azərbaycanımızın dünya boyunca neçə zəfərə imza atdığı il idi. 2025-ci il Azərbaycanın daha sülhlü, daha rifahlı, daha əmin-aman və daha tərəqqili yeni günlərə doğru biraz da yaxınlaşma mərhələsi, daha əngin fəzalara uçuşların təkan nöqtəsi idi.
Yeni illər əlbəttə ki, köhnələrdən daha fərəhli gələcək. Ancaq 2025-in yerini və gözəlliyini heç bir nə köhnə, nə təzə il verə biləcək. Əslində hər il belədir. Çünki bu ilimiz də hər ötüb tarixə çevrilmiş keçən illər kimi təkrarsızdır, əvəz olunmazdır. Hadisələri ilə, onun qoynunda yaşadıklarımızla, duyduqlarımızla misilsizdir. Sanki o günlər heç də uzaqda deyil. 25 ildən bir neçə gün əvvəl dayanmışdıq yeni 21-ci əsrin girəcəyində. Başa çatan minilliyə və əsrə yeni zamanın hündürlüyündən baxmağa hazırlaşırdıq. 25 il, əsrin 1/4 nə tez keçdi. Artıq yeni 21-ci əsr və 3-cü minillikdə ahəstə-ahəstə yaşa dolmaqdadır. Amma 20-ci gözülün qurtarında bugünkü günlər əlçatmaz qədər uzaq, ün yetməz gəlirdi adama. 25 il bu əsrdən, 25 il o əsrdən. Düz 50 ildir ki, axşam görüşləri sizinlədir. Yarım əsrdir ki, hər bazar günü sizinlə görüşə gəlirik. Və bu 50 illik yolda axşam görüşləri səslərdən elə bir xəzinə yaradıb ki, bundan belə çox 50 illər boyu yaşayacaq, dəyərini itirməyəcək, ruh oxşayacaq, könül sevindirəcək. Hələ çox 50 il sonralarda axşam görüşlərinin şərəfli yoluna gələcəklərdən nəzər salınacaq, bu xəzinənin əks sədası ən uzaq sabahlara da yetişəcək. Etibarlı dost, bundan belə hər günü, hər saatı, hər anı ilə bizimlə həmişəlik qalacaq tarix parçası. Bir illik və daha heç vaxt bitməyəcək yolumuz. 2025, sən hər anınla sevimliydin, uğurlar içində başa çatırsan. Sən istiqlalımızın yaşının üstünə daha bir ilin də gəldiyi ilsən. Sənin bizə bağışladığın sevinclərin təməlində daha böyük arzular və ümidlərlə 2026-ya doğru addımlayırıq. Əziz vətəndaşlarımız, yeni iliniz səadətli gəlsin. Başlanacaq il hər biriniz və bütün millətimiz üçün avand olsun. Yaddaşlarımızda unudulmaz anlarıyla hələ çox sayrışacaq 2025-ə yaxşı yol deyirik. Yaxınlaşan 2026-ya xoş gəlirsən deyirik. Qarşıdan gələn yeni ilinizin hər təzə günü mübarək olsun, əziz vətəndaşlarımız. Sayrışır hamur ürəkdən deyir, xoş gəlmisən yeni